vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugünkü verilişimizdə sosial şəbəkələrdə davranış qaydaları mövzusunu müzakirə etmək üçün qonağımız Azərbaycan İlahiyyat İnstitutunun magistr tələbəsi Peyman Xəlilovdur. Salam Peyman müəllim, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm dəvətinizə görə. Şükür Allaha, yaxşıyam. Siz necəsiz? Təşəkkür edirəm, biz də yaxşıyıq. Gəldiyiniz üçün bir daha təşəkkür edirik sizə. Peyman müəllim, ilk sualımı vermək istəyirəm sizə. Müasir dövrdə sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib və insanlar günün böyük bir hissəsini sosial şəbəkələrdə keçirirlər. Bəs bu qədər qiymətli zamanı sosial mediada keçirərkən həmin zamanı necə daha faydalı və dəyərli edə bilərik? Çox sağ olun, həqiqətən çox gözəl bir sualdır. Müasir dövrdə biz bilirik ki, insanlar zamanlarının bir çox hissəsini sosial şəbəkədə keçirirlər. Və demək olar ki, bəzən zamanlarının yarıdan çoxunu sosial şəbəkədə keçirirlər və bunu hiss etmirlər. İslam dinində zaman çox dəyərli bir nemətdir. Zaman Allahın insana verdiyi dəyərli və xüsusi bir nemətdir. Zaman elə bir nemətdir ki, bu hər bir insana həyatında yalnız bir dəfə verilir. Məsələn, heç bir insan bir dəqiqə və hətta 10 saniyə bundan əvvələ qayıda bilməz. Zaman gəlir, biz onu yaşayırıq və sonra o bizdən ayrılır. Və biz təzədən yeni bir mərhələyə qədəm qoyuruq həyatımızda. İslamda zamanı dəyərli keçirmək çox mühüm bir məsələdir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim vəl-əsr innəl insənə ləfi xusr. Allah Teala bu ayədə əsr vaxtını and içir. Quran-ı Kərimdə Allah bir çox ayədə bəzən gecəyə, bəzən gündüzə, bəzən günün müxtəlif vaxtlarına and içir. Bu, həmin vaxtların Allah yanında nə qədər dəyərli olduğunu göstərir. Bu ayədə isə Allah Teala əsrə and içir. Buyurur ki, vəl-əsr, and olsun əsr çağına, innəl insənə ləfi xusr. Həqiqətən də insan ziyan içindədir. Fikir verirsiniz, Allah ayədə insanla zaman arasında bir münasibət yaradır, bir əlaqə yaradır. Bu elə bir münasibətdir, elə bir əlaqədir ki, insan bu əlaqədə, bu münasibətdə daim ziyandadır. Niyə? Çünki zaman insanın əleyhinə doğru gedir. Hər gedən zaman insanın ömründən müəyyən bir hissəni, müəyyən bir vaxtı alır. Lakin ayənin davamında buyurur ki, "Və illəl-ləzīnə əmənu və amilus-salihat." Yalnız bir qrup insanlar var ki, onlar istisnadır. Onlar iman gətirən və yaxşı işlər görən şəxslərdir. Bəli, həmin şəxslər üçün də zaman gedir. Zamanın getməsi onlara da təsir edir. Amma Allah buyurur ki, bunların bir fərqi var. Bunların fərqi ondan ibarətdir ki, bunlar zamanlarını gözəl keçirirlər. Və amilus-salihat. Allah buyurur ki, bunlar gözəl işlər görürlər. Zamanlarını bərəkətli keçirirlər. Demək ki, insan zamanını bərəkətli keçirə bilər. Bunun yolu nədir? Əlbəttə ki, insanın yaxşı əməllər etməsi, insanın dəyərli əməllər etməsidir. Əgər insan yaxşı əməllər, dəyərli əməllər edərsə, o zaman insanın keçirdiyi zaman da bərəkətli olar. Məsələn, biz dünyada uğur qazanan bir çox insanlara baxsaq, görərik ki, onların uğur qazanmalarının arxasında öz zamanlarını necə dəyərli keçirmələri dayanır. Onlar öz zamanlarını necə də gözəl, bərəkətli keçirməyi bacarırlar. Ona görə də İslam dinində zamanı dəyərli keçirmək, dəyərləndirmək çox mühüm rol oynayır. Və bu sosial şəbəkələrdə də belədir. Sosial şəbəkələrdə insanlar müxtəlif səbəblərdən vaxt keçirirlər. Ya məlumat paylaşmaq, ya xəbər öyrənmək və yaxud da təəssüf ki, bəzən boş vaxt keçirmək üçün. Və İslam dinində bu çox mühüm bir məsələdir ki, insan keçirdiyi boş vaxta görə Allaha cavab verəcək qiyamət günü. Hər bir insan bu dünyada etdiyi əmələ görə cavab verəcək, onlardan da biri zamanı keçirməklə bağlıdır. Allah qiyamət günü soruşacaq ki, sən bu boş zamanını necə keçirmirsən? Ona görə də sosial şəbəkələrdə biz zamanımızı daha faydalı və daha gözəl şəkildə keçirməliyik və bunlara diqqət yetirməliyik. Bizim üçün bu mövzuda əsas olan odur ki, biz bunu niyə istifadə edirik? Bizim bundan qazancımız nə olacaq? Bizim itirdiklərimiz qazandığımız müqabilində azdır, yoxsa çoxdur? Çox təəssüf ki, indiki dövrdə bir çox insanın əldə etdiyi itirdiyindən daha azdır. Biz nəyi əldə edirik? Sosial şəbəkədə əylənməyi. Bəs nəyi itiririk? Çox dəyərli olan zamanımızdır. Və bu çox mühüm bir məsələdir. İnsanlar buna diqqət yetirməlidir. Peyman müəllim, siz zaman məsələsinə toxundunuz. İmam Əli əleyhissalamdan belə bir hədis yadıma düşdü. Bir qrup gənc durur, İmam Əli əleyhissalam oradan keçir, gənclərə müraciət eləyir ki,
zamanınızı niyə boşa keçirirsiniz? Gənclər cavabında deyirlər ki, biz burada söhbət edirik, hər hansı bir məsələni müzakirə edirik. Bunun da cavabını verəcəyik. İmam Əli əleyhissalamın orada bir gözəl sözü olur. Deyir, aldığınız hər bir nəfəsin cavabını verəcəksiniz. Bəli. Yəni Allahın bizə verdiyi o sayılı nəfəsi biz sizin qeyd elədiyiniz kimi dəyərli etməliyik. Əlbəttə və bunu dəyərli etməyin yolu Allahın bizə buyurduqlarını etməkdir. Yəni yaxşı əməllər, faydalı, dəyərli əməllər etməkdir. Peyğəmbər müəllim, növbəti sualımı vermək istəyirəm sizə. İslama görə insanlar bütün söz və davranışlarından məsuldurlar. Bu sosial şəbəkələrə də aiddirmi? Burada nələrə diqqət etmək lazımdır? Əlbəttə, İslam dinində hər bir insan etdiyi davranışdan, dediyi sözdən və hətta niyyətindən belə məsuldur. Yəni insan bir söz deyirsə və ya bir davranış edirsə, İslam dinində bu boşa getmir. Yəni hər bir şəxs etdiyi davranışa görə Allah-u Teala'ya hesab verəcək. Uca Allah Quran-ı Kərimdə buyurur ki, sizin sağınızda və solunuzda sizin əməllərinizi yazan mələklər var. Və hətta sizin ağzınızdan çıxan hər bir sözü belə qeyd edirlər. Kim zərrə qədər bir əməl edərsə, Allah onun qarşılığını qiyamət günü həmin insana verəcək. Və bu həm real həyatda belədir, həm sosial şəbəkələrdə belədir. Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid." Uca Allah buyurur ki, sizin ağzınızdan çıxan elə bir söz yoxdur ki, o Allahın yanında yazılmasın, Allahın yanında qeydə alınmasın. Əgər bir insan, məsələn, bir sosial şəbəkədə bir yazı yazırsa, bir paylaşım edirsə, əlbəttə ki, o yazını yazdıqca mələklər də onu qeyd edir. Bizim bir paylaşımımızı, bizim hər hansı bir paylaşıma olan bəyənməyimizi, bizim hər hansı bir paylaşıma dəstək göstərməyimiz, bütün bunlar Allah yanında qeydə alınır. Ola bilər ki, bir insan pis, məzmunlu bir şey paylaşmaz, kimsə təhqir etməz və ya tənqid etməz, məsxərəyə qoymaz. Amma başqa bir şəxs bunu edərsə və biz də əgər onu dəstəkləsək, onun bu paylaşımını bəyənsək, biz də həmin işdə onu şərikik. Çünki hədislərdə qeyd olunub ki, əgər bir insan bir günahı edərsə və başqaları da gəlib ona dəstək olarsa, bu zaman onların hər ikisi həmin günahda şərikdir. Eyni günahı da qazanırlar. Bəli, eyni günahı da qazanırlar. Peyğəmbər müəllim, sosial şəbəkələrdə təhqir, qeybət, böhtan və qəlb qırmaq kimi halların yayılması insanlara və cəmiyyətə nə kimi zərər verir və İslamda bu niyə günah sayılır? Bu çox mühüm bir sualdır, Mir Abbas müəllim. Günümüzdə sosial şəbəkələr bir texnoloji vasitə olaraq görünsə də, əslində həm insanlar üçün, həm də cəmiyyət üçün çox böyük təsiri var. Məsələn, götürək yalanı, töhməti, qeybəti, iftiranı. Elə ilk fərdi səviyyədə yanaşsaq buna, həqiqətən də yalan, böhtan birbaşa insanın şəxsiyyətini hədəf alır və insanları həm mənəvi olaraq, həm də psixoloji olaraq çox çətin bir vəziyyətdə salır. Hədislərdə qeyd olunur ki, müminin izzəti Allahın yanında Kəbədən üstündür. Əgər bir insan bir müminin qəlbini qırarsa, bu zaman sanki Kəbəni qırmış kimi olar. Və biz burada İslam çərçivəsində danışırıq. Əlbəttə ki, bir insanın burada mömin olması şərt deyil. Hətta qeyri-müsəlman bir insan haqqında belə biz əgər yalan danışsaq, qeybət etsək, onun böhtanını etsək, bu zaman da günah qazanmış olarıq. Siz fikirləşin, bir yazı ilə, bir şəkillə, bəzən bir qısa bir mesajla bir insan təhqir olunur, bir insan tənqid olunur, məsxərə obyektinə çevrilir və təəssüf ki, bəzən bunlar haqsız yerə baş verir. Bəzən görürsünüz ki, hər hansısa Reyting xətrinə. Bəli. Bəzən görürsünüz ki, hansısa bir fikir və ya məlumat kontekstdən çıxardılır, səhv, yanlış təqdim olunur və yaxud tərif olunur və digər insanlar da bunu başa düşmədiyi üçün həmin şəxsi tənqid edirlər, təhqir edirlər və hətta məsxərə obyektinə çevirirlər və biz bilməliyik ki, bütün bu etdiyimiz əməllərdən Allaha cavab verəcəyik. Yəni biz Allahın dərgahında bəhanə gətirə bilməyəcəyik ki, ilahi mən bunu bilmirdim. Çünki hər bir insan əməlindən məsul olduğu üçün biz sosial şəbəkələrdə fəaliyyət göstərərkən, sosial şəbəkələrdə hər hansı bir məlumatı oxuyarkən və ya paylaşarkən çox məsuliyyətli olmalıyıq, çox diqqətli olmalıyıq bir şeyin əsli və ya mənbəsinin olub-olmadığına. Fikirləşin, məsələn, bir yeniyetmə gəncdir, sosial şəbəkəyə daxil olur və sosial şəbəkələrdəki uyğunsuz tənqidləri, təhqirləri, insanların bir-birini məsxərə etməsini görür və əlbəttə ki, həmən gənc bundan təsirlənir
və onun gözündə artıq insanları təhqir etmək, insanları lağa qoymaq çox rahat və sadə bir şey çevrilir. Və bu getdikcə gənclər arasında yayılır və cəmiyyətdə çox mənfi bir tendensiyanın yaranmasına səbəb olur. Artıq insanlar bir-birinə inanmır, bir-birinə güvənmir, insanlar arasında olan gözəl münasibət, mərhəmət hissi yavaş-yavaş aradan gedir. Biz bunlara diqqət yetirməliyik. Həzrət Peyğəmbər bir hədisdə buyurur ki, ya danışarkən gözəl danışın, yaxud da susun. Mənim məsləhətim bu olar ki, biz bu vaxtı bəzən sosial şəbəkələrdə sakitcə durub baxmağımız kifayət edir. Çünki bəzi mesajlar, bəzi paylaşımlar var ki, onlar nifrət toxumları səpir. Onlar yalnız cəmiyyətdə qarşı durmaya səbəb olur. Birlik və bərabərliyi aradan aparmağa xidmət edir. Biz bunlara diqqət etməliyik. Peyğəmbər müəllim, növbəti sualıma daha biraz geniş, ətraflı cavab verməyinizi xahiş eləyəcəm. Sosial mediada riya və özünü göstərmək probleminin cəmiyyətə təsiri nədir və İslam bu davranışı necə qiymətləndirir? Sualı verdim, mən özüm də bir hadisənin şahidi oldum bir dəfə. Həqiqətən bu hadisə məni çox təəccübləndirdi. Tanış bir nəfər danışdı, deyir, rayondaydı, tətil vaxtı idi, istirahətə getmişdim, yuxudan da biraz gec qalxdım. Qalxdım, adət eləmişik artıq telefona baxmağa, yuxudan qalxan kimi telefonumuza baxırıq və burada da WhatsApp statuslarına girdim. Deyir, baxdım, yaxın dostumun birinin atası rəhmətə gedib, atası ilə özünün şəklini qoyub və altından da bir 10 cümləyə yaxın atası ilə bağlı fikirlərin bölüşüb. Təbii ki, burada atasının rəhmətə getdiyini bildirib, öz izləyicilərinə belə desək, həmin adam deyir, mən dayana bilmədim, dedim, yaxın dostumdur, mən necə olub ki, bu atasının rəhmətə getməyindən xəbərim olmayıb, mən bunun yerinə getməmişəm. Götürdüm, tez yığdım həmin dostuma, dedim, Allah rəhmət eləsin, o dünyasını versin, vallahi xəbərim olmayıb, olsa gələrdim. Ben nə zaman rəhmətə gedib deyə sual verəndə, deyir, mənə dedi ki, atam bir gün səhər rəhmətə gedib, hal-hazırda götürülməyib, cənazəsi evdədir. Həqiqətən mən də bunu eşidəndə mən çox təəccübləndim. Necə bir insan ata rəhmətə gedib, ana rəhmətə gedib, hər hansı bir yaxını rəhmətə gedib. Bu harda o vaxtı tapdı, o statusu paylaşdı, o cümlələri qurdu, o şəkli seçdi və yaxud bu insan hansı psixologiyadadırmı və ya sosial şəbəkələrmi bizim həyatımızı öz əlinə alıbmı? Bunun üçün misallar çox verə bilərik. İstər, məsələn, qonaqlıq verirlər, süfrələri paylaşırlar. Yəni, naz, nemət, süfrədə nə varsa. Ola bilər, biz iki dost olaraq gedək, haradasa bir çay içək, şəklimizi paylaşaq bir xatirə olaraq. İnsanlar var ki, səhərdən axşama evdən çıxdım, evə girdim, paylaşır, filankəsi qonaq çağırdım, paylaşır. Yəni, bunlara bir ətraflı toxuna biləriksə, mənə elə gəlir dinləyicilər üçün də daha maraqlı olar. Bu sual çox mühüm və yerində bir sualdır və mən düşünürəm ki, biraz da emosional sualdır. Biz bu məsələni nə qəti şəkildə doğrudur deyib keçə bilmərik, nə də tamamilə yanlışdır deyə bilmərik. Təbii istisnaları nəzərə almaqla. Bəli, əvvəla bunu qeyd edək ki, İslam dinində riya çox böyük bir günahdır. Əgər insan bir əməl edirsə və o əməlində riya varsa, Allah o əməli qəbul etmir. Oca Allah Quran-ı Kərimdə bir çox ayələrdə qeyd edir ki, bəzi insanlar var ki, Allah onların yaxşı əməllərini qəbul etməyəcək. Niyə? Çünki onların əməllərində riya var. Bəs riya nədir? Riya bir işi Allahdan qeyrisi üçün etmək. İnsan bir iş görür, amma niyyəti Allaha görə etmək deyil, başqaları görsünlər deyə etməkdir. Məsələn, birinə bir yardım göstərir və bunu çəkib paylaşır ki, insanlar məni görsün, mənə əhsən desinlər. Halbuki burada çox incə bir məsələ var, biz ona diqqət yetirməliyik. Bu niyyət məsələsidir. Yəni, ola bilər ki, bir insan yaxşı bir əməl edir və bunu paylaşır ki, digər insanlar da görsün və təsirlənsinlər və digər insanlar da bu əməli etsinlər. Bu özlüyündə gözəl bir şeydir. Yəni, hər bir şey sonda niyyətə bağlıdır. Yəni, biz bir əməli etməyimiz, yaxşı bir əməl etməyimiz kifayət deyil. Bizim burada niyyətimiz çox önəmlidir. Biz bu əməli Allaha görə edirik, yoxsa insanlara görə və ya nəfsimizə görə edirik. Bəli. Deməli, əsas məsələ insanın burada niyyətinə diqqət yetirməsidir. Gələk ki, sizin dediyiniz məsələyə, burada bir məsələyə diqqət yetirmək lazımdır. Bəzən olur ki, bir insan, atasını, anasını itirən bir insan və ya yaxınını itirən bir insan bunu sosial şəbəkədə paylaşır, öz acılarını, öz dərdini sosial şəbəkədə paylaşır. Burada mühüm olan məsələ biz diqqət yetirməliyik ki, bunu niyə paylaşır? Bəzən insanlar öz dərdlərini, öz acılarını paylaşandan sonra rahatlıq tapırlar. Bəzi insanlar bunu paylaşır ki, dost, tanış bunu görsün və məlumat olsun və yaxud da bir
biri bir dua etsin, bir təsəlli versin. Bilirsiniz, biz sosial varlıq olduğumuz üçün biz istəyirik ki, başımıza gələn həm çətinlikləri, yəni pis hadisələri, həm də sevincimizi insanlarla bölüşə bilək. İnsan belə bir varlıqdır və insan həm sevincini, həm də kədərini bölüşdükcə rahatlıq tapır. Məsələn, cəmiyyətdə toy adətləri, yas adətləri bunun əsasında formalaşır. Hər anımızı mı? Hər anımızı paylaşmaqla mı? Və yaxud da həmin anda mı? Məsələn, cənazə ortadadırsa? Bu insana görə dəyişən bir şeydir. Dediyim kimi, bu emosional bir vəziyyətdir. Biz burada nəyə diqqət yetirməliyik? Ölçüyə və niyyətə. Yəni, hər bir şeydə həddi gözləməliyik. Əgər bir müddət sonra biz ifrat dərəcədə bir davranış sərgiləyiriksə, məsələn, şəkillərlə bərabər bir də görürsən, musiqi paylaşılır, şairanə statuslar yazılır, bəzən qonaqlıq məclisləri dediyiniz kimi çəkib paylaşırlar və bir çoxu da bəzən görürsən sünidir, süni münasibətlərdir. Bunları əlbəttə ki, paylaşmaq, reklam etmək İslam dinində əgər özündə riya varsa, özünü insanlara göstərmək varsa bəyənilməyən əməllərdir. Bilirsiniz, bunlar cəmiyyətə birbaşa təsir edən hadisələrdir. Necə? Məsələn, bir insan daxil olur sosial şəbəkəyə və ancaq orada insanların xoş güzəranını görür. Kimi gəzintiyə çıxır, kimi səyahətə gedir, kimi dostlarla bir süfrə arxasında oturur və bu həmən insan sosial olaraq bir təzyiq yaşayır və öz-özünə fikirləşir ki, mənim ailəm niyə belə deyil, mənim həyatım niyə belə deyil və həmən insan real həyatı sosial şəbəkədəki həyatına səhv salır. Elə zənn edir ki, real həyat sosial şəbəkədəki həyatdır. Sosial şəbəkədə həyat necədir? Hər günümüz gözəl olsun, hər günümüz işıqlı olsun, gəlin səhəri musiqi ilə başlayaq, bütün günümüz musiqili olsun. Əlbəttə ki, real həyat belə deyil. Amma əgər bir insan real həyatı sosial şəbəkədən, sosial mediadan izləyirsə və sosial medianı həqiqi real həyat hesab edirsə, bu insan üçün çox ciddi problemdir. Bizim həyatımızın yeri gələndə çətinlikləri var, yeri gələndə xoş günlər var və insanlar burada ölçüyə riayət etməlidirlər. Dostlarla bir yerə yığılıb bir şəkil paylaşmaq və ya ölmüş yaxın bir insanın, yaxın bir əzizin şəklini paylaşmaq problem deyil. Sadəcə burada İslam üçün əsas olan həddi gözləməkdir. İfratçılığa varmamaqdır. İfrat və təfrit bu qorunmalıdır. İfrat və təfrit arasında bir uyğunluq, bir tarazlıq yaratmaq lazımdır. Hər bir halda hər bir insan real həyatla sosial şəbəkələrdəki həyatı qarışdırmamalıdır. Real həyat bir başqadır, sosial şəbəkələrdəki həyat bir başqadır. Və çox təəssüf ki, bunun nəticəsində cəmiyyətdə depressiyalar, intihar halları və ailə daxili münaqişələr meydana gəlir. Çünki insanlar öz həyatlarından razı deyirlər. İnsanlar öz ailələrindən, yaşamlarından razı deyirlər. Çünki həyatın əsl reallığını başa düşmürlər. Həyatı onlara təqdim edilən şəkildə, sosial şəbəkələrdə onlara necə təqdim edilirsə, o şəkildə başa düşürlər. Və bu cəmiyyət üçün çox mühüm bir problem hesab olunur. Və mən düşünürəm ki, burada əsas məsələ yenə hər bir halda insanların həddə riayət etmələrdir, ölçünü gözləmələrdir. Peyman müəllim, ətraflı cavab üçün təşəkkür edirəm. Sonuncu sualımı vermək istəyirəm sizə. Sosial media yalnız söz və şəkil məkanı deyil, həm də insanın əxlaqını göstərdiyi bir mühitdir. Gənclər sosial mediada əxlaqlı davranmaq üçün nə etməlidirlər? Onlara nə tövsiyə edərdiniz? Bu çox mühüm bir mövzudur həqiqətən. Çünki bugün gənclər sosial medianı sadəcə izləmirlər, həm də bir platformadırlar. Sosial medianın bir platformasıdır günümüz gəncləri. Onlar öz fikirlərini, öz həyatlarını, öz düşüncələrini insanlarla bölüşürlər. Bu həm müsbət bir şeydir, həm də məsuliyyətli bir şeydir. Biz bayaq da dedik ki, hər birimiz etdiyimiz əməllərdən məsuluq və Allah dərgahında cavab verəcək. Fərqi yoxdur bu, real həyatda olsun və ya sosial şəbəkələrdə olsun. Oca Allah buyurur ki, zərrə qədər də yaxşılıq etsəz, onun qarşılığını alacaqsınız. Zərrə qədər də pislik etsəz, onun qarşılığını alacaqsınız. Hətta niyyətimizdə belə yaxşılıq varsa, Allah Taala onun qarşılığını bizə verəcək. Allah Taala bunu əlbəttə ki, bizə onun qarşılığını verəcək. Bəs biz burada nələrə diqqət yetirməliyik? Mən burada həm gənclərə və həmçində özümə də məsləhət görərdim ki, biz İlk öncə öz davranışımıza diqqət yetirməliyik. Çünki günümüzdə sosial şəbəkələr əxlaqın güzgüsüdür. Biz sosial şəbəkədəki davranışlarımızla öz şəxsiyyətimizi formalaşdırırıq. Öz dünya görüşümüzü, öz inancımızı, öz dəyərimizi göstərmiş oluruq. Sosial şəbəkələr bugün bizim gənclərimizin şəxsiyyətinin formalaşmasında çox böyük rol oynayır. Və mənim məsləhətim bundan ibarətdir ki, ilk öncə gənclərimiz özlərini tanısınlar. Özlərinin şəxsiyyətlərini formalaşdıra bilsinlər. Günümüzdə bir çox paylaşımlar edilir.
Sosial mediada etmək çox asandır. Hər hansısa bir paylaşım olanda bəzən görürsən ki, gənclər özünü ona bənzətməyə çalışırlar. Mənim gənclərə birinci tövsiyəm bundan ibarət olar ki, gənclər özlərini tanısınlar, özlərinin şəxsiyyətlərini formalaşdırsınlar. Hər bir şəxs özünə məxsus bir şəxsiyyətə sahibdir. Əgər gənclər özlərini tanımasalar, öz şəxsiyyətlərini formalaşdırmasalar, istər-istəməz başqa insanları təqlid edəcəklər. Bugün sosial mediada insanları təqlid etmək çox məşhurlaşıb. İnsanlar öz şəxsiyyətlərini formalaşdıra bilmədikləri üçün başqalarını təqlid edirlər. Kör-körənə, bəzən bu elmsiz olur, bəzən radikal olur. İnsanlar başqalarını təqlid etməyə başlayırlar. Hər bir gənc orijinaldır. Hər bir gəncin bir dünya görüşü, bir baxış bucağı olmalıdır dünyaya. Və ikinci bir məsələ niyyət məsələsidir. Gənclərimiz niyyətlərinə xüsusilə olaraq diqqət yetirməlidirlər. Mən bu paylaşımı niyə edirəm? Mənim burada məqsədim nədir? Və həmçinin də etdikləri paylaşımdan özlərinin məsuliyyəti aparmalıdırlar. Yəni bir gənc bir paylaşım edirsə, düşünməlidir ki, mən bunu edirəm və bunun məsuliyyəti mənim üzərimdədir. Çox təəssüf ki, günümüzdə bəzən görürük ki, sosial şəbəkələrdə əsli, əsası olmayan, mənbəsi olmayan bəzi məlumatlar paylaşılır və buna dini don geyindirilir. Və bu da insanlar arasında fikir qarşılığına, hətta radikalizmə, qruplaşmalara səbəb olur. Buna görə də gənclər hər bir zaman sosial mediada bir məlumat paylaşarkən, bir fikir bölüşərkən buna diqqət yetirməlidirlər. Həqiqətənmi bu var yoxsa yox? Bəli, xüsusən üzr istəyirəm sözünüzü də kəsdiyim üçün, xüsusən paylaşımlarda dindən çox istifadə edirlər. Bu ifadə yaxşı bir ifadə deyil, amma çox təəssüf olaraq ki, dindən çox istifadə edərək bizim sosial şəbəkə dili ilə desək, like yığmaq adına, şərh gəlmək adına çox istifadə edilir. Yəni bunun bir günah olduğunda onlar mütləq bilməlidirlər. Əlbəttə, dini məlumatların sosial şəbəkədə paylaşılması problem deyil. Əslində gözəl bir şeydir. Sadəcə olaraq, bəli, maarifləndirmə prosesində çox mühüm rol oynayır. Sadəcə olaraq biz əsli, əsası olan, mənbələrdə keçən və insanlar arasında radikalizmə, qarşılığa səbəb olmayan məlumatlar paylaşmalıyıq. Çünki İslamın da, dinin də bizdən istədiyi odur ki, biz cəmiyyətdə birliyi və vəhdəti qorumalıyıq. Və bundan başqa gənclərimiz digər insanların ləyaqətlərinə hörmət etməlidirlər. Bəzən görürsünüz ki, hər hansısa bir məlumat paylaşılır, bu yanlış ola bilər bəzən, hər bir halda hər hansısa bir şəxsi məsxərə obyektinə çevirirlər, tənqid edirlər, təhqir edirlər. Bu həqiqətən də günümüzdə qəbul edilməz bir şeydir. Gənclər buna xüsusi olaraq diqqət yetirməlidirlər. Və axırıncı deyəcək bir söz budur ki, vaxtlarının qədrini bilsinlər. Çünki hər bir keçən vaxt bizim ömrümüzdən keçir. Hər bir keçən zaman bizdən müəyyən bir şey alır. Biz sosial şəbəkəni istifadə ediriksə, bunu soruşmalıyıq özümüzdən. Biz bunu istifadə edirik, bəs sonunda nə əldə edəcəyik? İslam demir ki, biz sosial şəbəkə istifadə etməyək, müasir dövrün texnikalarından istifadə etməyək, xeyr, istifadə edək, amma bunları qarşılıqlı münasibətlər çərçivəsində istifadə edək. Kiminsə haqqına girməyək, kiminsə ləyaqətini alçatmayaq və həmçinin də özümüzü də insanların gözündə səviyyəmizi aşağı salmayaq. Bəzi insanlar var ki, çox təəssüf ki, elə videolar, elə məlumatlar paylaşırlar ki, özlərini digər insanların gözündə alçaldırlar. Bu çox mühüm məsələdir. İslam dini insanın ləyaqətinə, şəxsiyyətinə çox mühüm dəyər verir. Və biz bunlara elə zənn edirəm ki, əməl etsək, inşallah ki, Allah qatında da bəyənilən iş görmüş olarıq. Zamanımıza və özümüzə dəyər versək, bu cür problemlərdə olmaz. Bəli, əlbəttə. Peyğəmbər müəllim, çox sağ olun, təşəkkür edirik bir daha. İslam Deyək kollektivi adından sizə özləri minnətdarlığımızı bildiririk gəldiyiniz üçün. Bir daha görüşmək ümidi ilə. Çox sağ olun, minnətdaram məni dəvətinizə görə. Çox sağ olun. Sosial şəbəkə deyilən o görünməz aləmdə də insanlığın nəfəsi duyulmalıdır. Unutmayaq, ekranın o üzündə də bir qəlb var, bir insan var. Gəlin ekran arxasında da insan qalaq, könül qazanaq və sözümüzlə ekranlarda yox, ürəklərdə iz qoyaq. Allaha əmanət olun.